Yollar fərqi yarım dalğa uzunluğunun cüt misillərinə bərabər olmalıdır. Fazalar fərqi isə pi-nin cüt misillərinə bərabər olmalıdır. Minimumlarda isə yollar fərqi yarım dalğa uzunluğunun tək sayda misillərinə bərabər olmalıdır. Fazalar fərqi isə pi-nin tək sayda misillərinə bərabər olmalıdır. İndi gəlin bir-bir k-ya qiymətlər verək. K bərabər 1 olanda lambda. K bərabər 2 olanda 2 lambda. Eyni qayda ilə fazalar fərqində yazaq. K bərabər 1 olanda olur delta fi bərabərdir 2 pi. K bərabər 3 olanda yəni fikir versəz, maksimumlar şərti üçün lambdanın tam misillərini müşahidə edirik. 1, 2, 3 və s. Fazalar fərqinin isə cüt misillərini müşahidə edirik. Burada tam, burada isə cüt misillər. 7-nin yarısı 3/5 lambda, 5 pi. K bərabər 3 olanda delta fi bərabər olacaq 7 pi. 10/5 misli oldu. Yollar fərqi dalğa uzunluğunun 1/5, 2/5, 3/5 misli olarsa bu minimumlar şərtidir. Fazalar fərqi isə artıq burada tək ədədlərdir. Tək misli olur. Pi-nin tək misilləri. Deməli, maksimumlar üçün yollar fərqi lambdanın tam misilləri, minimumlar üçün 10/5 misilləri olur. Fazalar fərqi isə maksimumlarda pi-nin cüt, minimumlarda isə tək misillər olur. İndi maksimumlar şərtindən hər hansı birini götürək. Tutaq ki, delta D bərabər olsun 2 lambdaya və onu dəyişdirək. Görək onda hansı hadisə baş verəcək. Əvvəl 2 lambdadır. A da bərabərdir. A1 üstəgəl A2-dir. Maksimumlar şərtidir. İndi yollar fərqi tutaq ki, lambda, 2 lambda, 3 lambda. Bax, bu şəkildə dəyişsin. Bunlardan hər hansı birini götürək. Məsələn üçün 3 lambdanı götürək. Lambda qədər dəyişsin. Yəni ki, yollar fərqini biz götürək k lambda qədər dəyişmiş kimi. İndi bizdə 2 lambdaydı. Üzərinə 3 lambda gəldik. Oldu 5 lambda. Yenə də tam misildir də. Ona görə də heç bir dəyişiklik olmayacaq. İndi bunun eynisini minimumlarda yoxlayaq. Delta D bərabərdir 2/5 lambda. Bu səfər A bərabər A1 minus A2. İndi yenə 3 lambda dəyişdirək. İndi 2/5 lambdanın üzərinə gəlirəm 3 lambdanı. Bu da eləyəcək 5/5 lambda. Yenə də yollar fərqi dalğa uzunluğunun 10/5 mislinə bərabər olur. Ona görə də yenə burada da minimum alınacaq. Heç bir dəyişiklik baş vermir. Yəni k lambda qədər dəyişdirdikdə heç bir interferensiya mənzərəsində dəyişiklik müşahidə olunmur. Yollar fərqini 0/5 lambda 1/5 lambda qədər dəyişdirək. Yəni ki, lambda bölü 2 2k plus 1 qədər dəyişdirək. 2 lambda maksimumdur. Çünki dalğa uzunluğunun tam mislinə bərabərdir. İndi burada 2 lambdadan 0/5 lambdanı çıxanda qalacaq 1/5 lambda. Əvvəl 2 lambdaydı, sonra oldu 1/5 lambda. Deməli, maksimumdan keçir minimuma. Maksimum minimuma keçir. İndi minimumu yoxlayaq. Tutaq ki, delta D bərabərdir 7/5 lambdadır. 7/5 lambdadan 0/5 lambdanı çıxıram. Qalacaq 6 lambda. Bu isə maksimumdur. 7/5 lambda minimum idi. 6 lambda maksimumdur. Tam misil daxı. Belə çıxır ki, minimum maksimuma keçir. Aha, onda belə çıxır ki, biz bu şəkildə dəyişiklik edəndə maksimum və minimumlar bir-biri ilə yerini dəyişir. Geri qalan bütün hallarda isə, məsələn üçün 1/6 lambda, 0,75 lambda və s. Bu kimi qanun uyğunluqlarla dəyişdirsək, onda sadəcə maksimumlarda intensivlik azalır, minimumlarda intensivlik artır. Deməli, 0,5 lambda, 1/5 lambda qədər yer dəyişmə etdikdə maksimum və minimumlar bir-biri ilə yer dəyişdirirlər. Yəni maksimumda minimum, minimumda isə maksimum müşahidə olunur.
Lambda, 2 lambda bu şəkildə dəyişdirəndə heç bir interferensiya mənzərəsində dəyişiklik müşahidə olunmur. Qalan bütün hallarda isə maksimumlarda işığın intensivliyi azalır, minimumlarda isə artır.